Salam əzizlər, roman vaxtında hər birinizi xoş gördük. Mən Cavidan, yazıcı. Elə ilk söhbətimizdə sizinlə roman oxumağın faydaları barəsində danışmaq istəyirəm. Biz niyə roman oxumalıyıq? Biz ona görə roman oxumalıyıq ki, bizim dünya görüşümüz zənginləşsin, bizim beyin hüceyrələrimiz güclənsin, yenilənə bilsin, bizim əsəblərimiz qaydasında olsun. Roman oxumaq bizi demensiyadan, yaddaş pozğunluqlarından, diqqət yayılmaqlarından nəzərə alsaq ki, biz dəhşətli bir informasiya xaosu içində, girdabında yaşayırıq hazırda və diqqətimiz bir məcraya heç cür yönələ bilmir. İstədiyimiz, planlaşdırdığımız məsələlər belə yadımızdan çıxa bilir. Roman oxumaq bizi bundan xilas eləyir. Çünki roman özü uzun mətndir, bilirsiniz, çox şaxəli mətndir və oxucunu alıb aparır bir növ və onun diqqətini bir istiqamətdə getməyə vərdiş elətdirir. Roman oxumaq həm də bizə bir növ psixoloq kimi həyata baxmağı öyrədir. Yəni biz personajların müxtəlif situasiyalarda müxtəlif xarakterli insanların, obrazların necə davrandığını, necə davrana biləcəyini, hansı xarakterli insanın hara qədər gedə biləcəyini biz öyrənmiş oluruq və bu bizə qarşılaşdığımız real situasiyalarda, bənzər situasiyalarda yardımcı ola bilir. Bundan əlavə roman oxumaq bizi həm də indi çox yayğın olan, dəbdə olan psevdo-psixoloqların manipulyasiyalarından xilas eləmiş olur. Faydaları daha çoxdur. Növbəti söhbətlərimizdə daha artığını sizinlə edəcəyik.